Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz Ermənistanın silahlanması, regionda baş verə biləcək proseslər, İran ətrafında dönən oyunlarla bağlı olacaq. Biz 44 günlük müharibədən sonra və antiterror əməliyyatından sonra Ermənistanın silahlanmasına biz xüsusi diqqət yetirirdik və Ermənistan tərəfi faktiki olaraq Rusiyadan inci olduğu üçün, ümumiyyətlə müharibədə Rusiyadan dəstək ala bilmədiyi üçün, hətta uduzduqlarına görə Rusiyanı günahlandırdıqları üçün əslində Ermənistan tərəfi fərqli bir istiqamət seçdi, silahlanmada fərqli istiqamət seçdi və Paşinyan da son dönəmlər açıq şəkildə bəyan elədi ki, Ermənistan silahlanmada da Rusiyadan asılı vəziyyətdə idi. Ona görə də onlar tamamilə başqa ölkələrdən, Fransadan və ən çox isə Hindistandan silahlar aldı. Düzdür, Azərbaycanda bir çoxları qeyd edirdilər ki, Hindistandan alınan silahlar Ermənistana uzun zaman sonra gələcək və yaxud da ki, onların gəlmə prosesi uzun çəkə bilər. Amma xatırlayanlar olacaq və biz əvvəlcədən qeyd edirdik ki, ümumiyyətlə müqavilələr bağlanırsa, artıq onun logistika məsələsi çoxdandan həll olmuş olur. Yəni, o silahların gəlməyi, gələcəyi, gəlməsi ilə bağlı heç bir problem olmur və ona görə də Ermənistan məlum oldu ki, Hindistan ordusunun o baş qərargah rəisinin Ermənistanda səfəri zamanı o təqdim olunan silahlar göstərdi ki, əslində Hindistandan demək olar ki, bağladıqları müqaviləyə uyğun olaraq bütün silahlar Ermənistana gəlib. Və burada silahların adları, silahların növləri, hansı nələr üçün lazım olduqlarını hesab edirəm ki, danışmağa ehtiyac yoxdur. Çünki bununla bağlı kifayət qədər internetdə məlumatlar var və Azərbaycan mətbuatında da bununla bağlı fikirlər olub. Ona görə də hesab edirəm ki, bununla yox, bunun əhəmiyyəti ilə və bunun yarada biləcəyi təhdidlərlə bağlı danışmaq lazımdır. Yeri gəlmişkən Ermənistanın aldığı silahlara biz baxdıqda, onların kateqoriyalaşdırsaq biz görürük ki, daha çox hava hücumundan müdafiə sistemləri, artilleriya vasitələri, xüsusən dağ şəraitinə uyğun ola biləcək artilleriya vasitələri, hətta dronlar və radioelektron mübarizə vasitələri, radarlar belə dağ şəraitində müharibə aparmaq üçün effektiv olanlardır və Ermənistan faktiki olaraq öz ərazisinin müdafiəsi və yaxud ola biləcək hansısa bir müharibədə mütləq şəkildə bu aldıqları silahlardan uğurlu istifadə etmək üçün hesab edirəm ki, öz arsenalını zənginləşdirməklə məşğuldur və həm də onu qeyd eləmək lazımdır ki, Ermənistan 44 günlük müharibənin nəticəsini də çox yaxşı analiz eləyib, təhlil eləyib və onlara hansı tipli silahlar, hansı tipli dronların lazım olması ilə bağlı ən azından bir nəticəyə gəliblər və bu istiqamətdə də silahlar alırlar. Yeri gəlmişkən Ermənistan tərəfi nümayiş elədikləri silahların içərisində antidron sistemlərini də gördük və bu təbii ki, Azərbaycanın o dron 44 günlükdəki dronlardan uğurlu istifadə etməsinə cavab olaraqdır bunların hamısı və Ermənistan xüsusilə çoxlu sayda kəşfiyyat dronları, hətta Amerikadan belə 2 növdə kəşfiyyat dronu aldı. Və bu təbii ki, bir çoxları biz belə düşünürük, çünki Ermənistan tərəfindən də, Azərbaycan tərəfindən də rəsmi açıqlamalar, ümumiyyətlə yanaşmalar bu yöndədir ki, sanki ölkələr arasında sülh olacaq və sülhə doğru gedir. Təbii ki, bütün proseslər sülhə doğru aparır, yəni bunu demək lazımdır. Amerikanın bu regionda gəlməsi, o TRIP layihəsi ilə bağlı biz Zəngəzur dəhlizi deyirik buna. Bu layihə ilə bağlı atdığı addımlar və hətta iddialar var ki, Amerika tərəfi Ermənistandakı əslində seçkilərdən öndəki mərhələdə, yəni seçkidən sonraya yox, yəni Paşinyanın hakimiyyətdə qalacaq, qalmayacaq məsələsini düşünmədən, yəni hazırda faktiki indiki mərhələdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlamaq istəyir, amma düşünürəm ki, bu müqavilənin bağlanması indiki mərhələdə o qədər də real görsənmir. Bunun müxtəlif səbəbləri var və Azərbaycan tərəfinin də qısa zamanda bu müqaviləni bağlayacağı o qədər də inandırıcı deyil. Çünki Azərbaycan tərəfinin faktiki olaraq şərtləri var və bu şərtlərin heç birinə əməl edilməyib. Ona görə də bu tip belə bir vəziyyətdə sülh müqaviləsinin bağlanması o qədər də inandırıcı deyil. Və bundan əlavə əslində
Trumpdan sonraki dönəmdə belə, yəni Amerikanın bu regiona necə baxacağı, necə davranacağı məsələsi də sual altında olduğuna görə hesab edirəm ki, ona görə bu bir çox məsələlər sual altında qalacaq və əsas məsələlərdən biri ondan ibarətdir ki, Rusiyanın bu regiona mövqeyi necə olacaq? Faktiki olaraq Gürcüstan biz görürük ki, proseslərin hamısından kənarda qalıb. Misal üçün Amerikanın vitse-prezidentinin regiona səfəri zamanı əslində zamanında belə idi. Yəni sırf bura region kimi baxırdılar, amma biz görürük ki, artıq dövlət baxırlar və burada əsas məsələlərdən biri odur ki, Gürcüstan tərəfi kənarda qalıb və Gürcüstan tərəfi artıq əmindir, hesab edirəm ki, artıq əmindir ki, ona əgər Rusiya ilə hansısa bir formada toqquşmaya girəcəyi təqdirdə ona hansısa bir formada qərbdən heç bir yardım gəlməyəcək və ona görə də Gürcüstan bir qədər kənara çəkilmək məcburiyyətindədir. Əslində bu regionda hansısa bir toqquşma baş verəcəksə və hesab edirəm ki, Qərbin bura hansısa bir xüsusi bir dəstəyin olacağını biz görməyəcəyik. Mümkün variant da deyil. Eynən Ukraynadakı bir vəziyyət hətta deyərdim belə olacaq. Və burada əsas problemlərdən biri ondan ibarətdir ki, Azərbaycan tərəfi həm Rusiya ilə, həm İranla sərhəddir və hətta deyərdim Türkiyəni də bu məsələnin içərisinə qatmaq lazımdır. Yəni faktiki olaraq Rusiya, Suriya, Ukraynada bir bataqlığın içərisindədir. Türkiyənin əsas hədəfi, strateji hədəfi Cənubi Qafqaz yox, məhz elə yaxın şərqdir. Ona görə də Türkiyə daha çox yaxın şərqə fokuslanıb, Suriya üzərindən fokuslanıb. Hətta deyərdim ki, Türkiyənin o eyni vaxtda müxtəlif istiqamətlərdə proses aparması da o qədər inandırıcı deyil və o güc hesab edirəm ki, Türkiyədə yoxdur. Və eyni zamanda həm də cənub qonşumuz İran da faktiki olaraq Amerika ilə bir gərginliyin içərisindədir və bu gərginlik əslində regiondakı vəziyyəti bir qədər də qəlizləşdirə bilər. Əgər İran ətrafında toqquşma olarsa, yəni İranla Amerika toqquşa bilərsə ki, bu mümkün variant görsənir. Çünki biz açıq şəkildə görürük ki, Amerika təkcə donanmasını yox, aviadaşıyıcılarını yox, həm də zərər almasın deyə və bu toqquşmadan öz ziyanlı çıxmasın deyə həm öz ərazisindəki, həm digər istiqamətlərdəki hava hücumundan müdafiə sistemləri yaxın şərq istiqamətinə yerləşdirilir. Çünki Amerika tərəfi də bilir ki, 12 günlük toqquşma əslində Amerika tərəfinə də bir mesaj oldu ki, İran cavabsız qalmayacaq, İran da mütləq şəkildə cavab verəcək və bu cavab itkilər olarsa Amerika tərəfində, bu Amerika daxilində də ciddi problemlər yaradacaq. Və burada önəmli olan məsələ nədir? Misal üçün 12 gün ərzində İsraillə əslində İranın toqquşması, amma bura biz həm Amerikanı da qatmalıyıq. Əslində bir neçə ölkəni qatmalıyıq biz bu prosesi. Çünki faktiki olaraq İranın göndərdiyi raketləri və dronları təkcə İsrail yox, həm də İsrailin müttəfiqləri vururdular. Və nəzərə almaq lazımdır ki, indiki mərhələdə də əgər bu proses baş verəcəksə, İran yenə də, yəni İran açıq şəkildə təhdid eləyir və nə təkcə İsraili təhdid eləmir, təkcə Amerikanı təhdid eləmir, həm də Amerikaya dəstək verəcək qüvvələr də təhdid eləyir. Və bu onu göstərir ki, və bu həm də onu göstərir ki, 12 gün ərzində bu prosesi yekunlaşdıra bilmədilər və nəticə ala bilmədilər. Real bundan ibarət ki, reallıq bundan ibarət ki, nəticə ala bilmədilər. Misal üçün, Trump 12 günlük toqquşmanın sonundakı o atılan bombalardan sonra bütün dünyaya neçə gün bəyan elədi və dayanmadan sübut eləməyə çalışırdı ki, onlar İranın nüvə obyektlərini və nüvə potensialını tamamilə sıradan çıxardıblar. Amma indi pek görüntülər də fərqli bir şey deyir, indi Amerikanın özü də fərqli bir şey deyir və İsrail də fərqli bir şey deyir ki, hələ də onlar deyirlər ki, biz uranın zənginləşdirilməsi, İranın nüvə potensialı məsələsini sıradan çıxartmalıyıq. Yəni faktiki olaraq görünən odur ki, bu 12 günlük müharibə, 12 günlük toqquşma nəticə verməmişdi və sual yaranır. Amerika qısa zamanda, yəni nəticə əldə ala biləcəkmi? Düşünmürəm, yəni qısa zamanda nəticə əldə alacağını. Bu o deməkdir ki, 12 gün yox, bu proses nəticə əldə etmək üçün daha uzun getməlidir. Uzun vadəli müharibə
Amerika bundan qalib çıxacaqmı? Sual altındadır. İsrail qalib çıxacaqmı? Bu da sual altındadır. Və təbii ki, İran da bundan çox ciddi zərərlər görəcək. Və dolayısıyla müharibənin uzanması, Amerika ilə əgər İsrail Amerika arasında, İran arasında bir toqquşma baş verəcəksə, bu müharibənin uzanma ehtimalı bizim regiona da, yəni bizim də olduğumuz bu regiona da ciddi problemlər gətirəcək. Yəni burada söhbət təkcə qaçqın axınından və yaxud da ki, hansısa zərərlərdən getmir. Bunun nəticə baxımından, əgər yenə də istədiklərinə nail olmasalar, İran daha da aqressivləşəcək və Rusiya da əslində bu günə qədər İranın Cənubi Qafqaza üz tutmamasının əsas səbəbkarlarından biri hesab edirəm ki, Rusiya idi. Və Rusiya da şərait yaradacaq ki, mütləq şəkildə ən azından Ermənistanı kimsə cəzalandırsın. Yəni zamanında Rusiya çox istədi ki, Azərbaycan Ermənistanı təkcə Qarabağ üzərindən yox, həm də daxilinə gedərək ən azından o dəhlizi Azərbaycan güc yolu ilə açaraq Ermənistanı cəzalandırsın. Bu dəfə baş vermədi. Amma biz onun da həm də şahidi oluruq ki, Ermənistanda Amerikanın fəaliyyəti var, Avropa İttifaqının fəaliyyəti var və əslində həm də İrana rəqib sayılan, İrana düşmən sayılan, yəni İran özünə düşmən elan elədiyi ölkələrin ciddi fəaliyyəti var. Və bunu İranın bağışlayacağı o qədər də inandırıcı məsələ deyil. Ona görə də və əslində hansısa bir formada Azərbaycanla bağlı da yəni problemlər, proseslər baş verə bilər, mümkün variantdır. Ona görə də proseslər nə qədər rəvan, indiki mərhələdə rəvan getsə də, amma bu proseslərin birdən-birə və surətli şəkildə dəyişəcəyi inandırıcıdır və nəzərə almaq lazımdır ki, nə Azərbaycan tərəfi də, Ermənistan tərəfi də sülhdən nə qədər danışsalar da, əslində hər iki tərəf ciddi şəkildə silahlanma ilə məşğuldur. Yəni dünyada baş verən proseslərdən Azərbaycan və Ermənistan, əslində bu region kənarda qalmayıb. Yalnız Gürcüstan bu proseslərdən kənardadır. Azərbaycan və Ermənistan kənarda qalmayıb. Əksinə, hətta deyərdim, müharibədən öncəki dönəmindən daha çox silahlanma ilə məşğuldur tərəflər və ikisinin də hərbi büdcəsi rekord həddə gəlib çatıb. Bunun özü də onu göstərir ki, hər iki ölkənin, hər iki dövlətin rəhbərliyi regionla bağlı yarana biləcək təhlükəni ən azından proqnozlaşdırırlar, ən azından bu ehtimalı göz önündə saxlayırlar. Və ona görə də düşünürəm ki, bu regionda hansısa bir təhlükə hələ ki keçmiş deyil. Ona görə də silahlanmada və xüsusilə ordunun güclənməsində davam etməkdə fayda var. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.